Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlərimiz. 24 may 2026-cı il 2-ci qrup blok imtahan riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir ki, bizə verilən ilk sualda deməli, y bərabərdir 3 üstü 2 minus 5 modulda x plus 2 ifadəsinin qiymətləri çoxluğunu tapın. Modulda x plus 2 ifadəsinin qiyməti 0-dan böyük bərabərdir. Mənfi 5 vursaq hər tərəfini olacaq. Deməli, 0-dan kiçik bərabər. Hər tərəfin üzərinə 2 əlavə etsək, alınan ifadəmiz isə olacaq. Deməli, 2-dən kiçik bərabər. Və alınan nəticəyə görə 3 üstü. Bu ifadənin cavabı mənfi sonsuzluqdan 2-yə qədərdir, 2 daxil. 3 üstü mənfi sonsuzluq yazsa, bu 0-dan böyük qiymətlər alır. 3 üstü 2 yazsaq, cavabı 9 edir. Və alınan şərtə görə bizim doğru cavabımız 0-9 aralığıdır. Yəni C variantı. Növbəti ikinci sualımız. Yarışda 150 oğlan, 50 qız iştirak edir. Oğlanlar, yəni 150 nəfər bütün iştirakçıların, yəni 150 plus 50, 200 nəfərin neçə faizdir? Bölərək 100-ə vurmaq lazımdır. Deməli, 100 ilə 200-ü ixtisar aparsa məxrəcdə 2 qalır. 150-ni 2-yə bölsək, doğru cavabımız 75% olur. Növbəti sualımız. Deməli, bərabərsizlik həllindir. Modulda x minus 2 0-dan böyük bərabər qiymətlər alır. Sonra 5 üstü mənfi 7 x plus 3 x-in bütün qiymətlərində müsbət qiymətlər alır. X kvadrat minus x plus 5 ifadəsinə baxaq. Bu ifadədə diskriminantını tapsaq 1 minus 4 vur 5 olacaq. Yəni 0-dan kiçikdir. X kvadratın əmsalı 0-dan böyükdür. Ona görə bu bütün hallarda müsbət qiymətlər alır. X minus 1-in kvadratı, bu da hər zaman müsbətdir. Sadəcə x 1-dən fərqli qiymətlər almalı ki, məxrəc 0-a çevrilməsin. Ona görə doğru cavabımız A variantı olur. Növbəti sualda ABC üçbucağında bizə verib A, B, D və C. Bizə verdiyi, deməli, AB BD-yə bərabərdir. Bu parçalar bərabərdir. Sonra AC parçası BC parçasına bərabərdir. Əlavə olaraq ABD üçbucağında bu bərabərliyə əsasən oturacağı bitişik bucaqlar, alfa bucaqları bərabər olur. Həmçinin də deməli AC BC-yə bərabər olduğuna görə bucaq B-nin də ümumilikdə qiyməti elə alfa olur. Bu zaman buranı bir qamma götürsək, bizdə bucaq ABD hissəsi burada bir qammanı ifadə edir. Sonra AD-yə 3 deyirik, qeyd edək. AD-yə 3 deyirik, DC-yə daha doğrusu 9 deyirik. O zaman AC parçası 12 olur, BC parçası da 12 olur. AB-ni bir x götürsək, üçbucağın perimetrini tapmaq lazımdır. Nə etmək lazımdır? Burada ABD üçbucağı ilə ABC üçbucağı oxşardır. İki bucağın bərabərliyi varsa, artıq oxşarlıq var. Ona görə nə edirəm? ABD-də alfanın qarşısındakı BD, yəni x-ı bölürük. ABC üçbucağında alfanın qarşısındakı 12-yə bərabər olur. Deməli, ABD-də qammanın qarşısındakı 3-ü, ABC-də qammanın qarşısındakı x-ı. Buradan tənasübü həll etsək, çarpaz vursaq, x kvadratının qiyməti 36-dır, x-in qiyməti 6-dır. Bizdən istədiyi üçbucağın perimetrini tapmalıdır. Demək ki, artıq burada x-in qiymətini tapdıq. 6, 12, 12 hesablamaq lazımdır ki, perimetrin qiyməti 24, üzərinə 6 gəlsək, doğru cavabımız 30 edir. Növbəti AB parametrlərin hansı qiymətində təşkil sisteminin 2-3 həll olar? Deməli, birinci A-nın qiymətinə baxaq. X-in yenə 2 yazsaq 4, minus 3-ün yenə mənfi 3 yazsaq 9, toplasaq 13. B-nin yerində 3-ü vursaq 2-yə 6, üzərinə əlavə edirik. 3-ü vursaq 4-ə mənfi 12. Mənfi 3-ü 4-ə vursaq mənfi 12. Doğru cavabımız mənfi 6. Deməli, 13 mənfi 6. Diqqət edək, D variantı. Növbəti sualımız. Perimetr 24 olan düzgün 6 bucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Perimetr 6A düsturu ilə tapılır. 24 A-nın qiyməti 4. Elə daxilinə çəkilmiş
daxilinə çəkilmiş, deməli, çevrənin radiusu lazımdır. Daxilinə çəkilmiş çevrənin radiusunu tapanda, deməli, kiçik r bərabər olacaq. A kök altında 3 bölünsün 2-yə. Deməli, 4-ü 2-yə bölsə 2, kök altında 3. Sonra davam edirik. Növbəti. Ümumi həddi olan ardıcıllığın 9-cu həddini tapın. Deməli, A9-un qiymətini axtarsaq, 5 9-a vursaq 45, üzərinə 3 gəlsək 48, məxrəcdə. 2-ni 9-a vursaq 18, 3-dən 18 çıxsa -15. 3-ə sadələşdirsək, deməli, 5, sürətdə isə 16, -5-dən 16, C variantı. İfadəsini sadələşdirin deyir. Nə etmək lazım? Məxrəcini sadəcə qoşmaya vurmaq lazımdır. Qoşmaya vursaq nə olacaq? Əvvəlcə sürətini sadələşdirək. 1 3-ə vursaq 3 plus i minus 6i minus 2'nin kvadratı, yəni plus 2. Bu bizə verəcək 5 minus 5i. Sonra bizə verilən ifadənin sürət məxrəcini vururuq həmin məxrəcin qoşmasına. 2 minus i'dir. Qoşması bizə nə verəcək? 2 plus i ifadəsini verəcək. Aşağıda da 2 plus i olur. Sadələşdirək. 5'i 2'yə vursaq 10 plus 5i minus 10i. Sonra minus 5i kvadrat, yəni plus 5. Məxrəcdə isə 2'nin kvadratı 4 minus i'nin kvadratı, yəni plus 1. Bu bərabərdir. 10 ilə 5'in cəmi 15 minus 5i məxrəc 5. Sürət məxrəci 5'ə ixtisar aparsaq 3 minus i qalır. D variantı. Növbəti loqaritma ifadəsinin bərabərsizliyini həll edin deyir. Loqaritma 10 əsasdan x-ə bir t desək, olacaq t'nin kvadratı plus t minus 2 böyükdür 0. İndi bu ifadəni həll eləsək, aldığımız nə olur? Deməli, hasili -2, cəmi -1 olan ədədlər. Hasili -2, cəmi -1. -2 ilə müsbət 1'dir. Deməli, qollar yuxarı olduğuna görə, parabola şəklində düşünsək, qollar yuxarı olduğuna görə 0-dan böyük qiymətlər olacaq. T'nin qiyməti -2-dən kiçik, 1-dən böyük. İndi nə edirik? Loqaritma ilə əvəz etmişdik. Loqaritma 10 əsasdan x-ı -2-dən kiçik götürürük. X-in qiyməti olacaq 10 üstü -2, yəni deməli 0-dan deməli %1. Sonra bir də götürürük ki, loqaritma 10 əsasdan x 1-dən böyük, x-in qiyməti böyük olacaq. 10 üstü 1, yəni 10-dan böyük. Doğru cavabımız olur -10-dan. Diqqət edək. -2-dən kiçik. Ondan böyük qiymətləri. 0-dan böyük. X-in qiyməti oldu 0-dan %1-dən kiçik, ondan böyük. 0 hissəsinə diqqət edək. -2-dən kiçik, 1-dən böyük qiymətlərdir. X-in qiymətləri loqaritmanın tərkibində olduğuna görə 0-dan böyük şərtini ödəməlidir. Ona görə bunların ortaq həlli olacaq 0,1 birləşir 10 müsbət sonsuzluq. Yəni D variantı. Növbəti K-nın ən böyük tam qiymətində, hansı ən böyük tam qiymətində təpə nöqtəsi 4-cü rübdə yerləşir. Təpə nöqtəsinin 4-cü rübdə yerləşməsi üçün bizdə təpə nöqtənin ala biləcəyi M və N-in qiyməti M müsbət olmalıdır, N isə mənfi olmalıdır. M-in qiymətinə baxaq, mənfi B böl 2 adı üstündən tapılır. B-nin qiymətində 2 vurulsun, K minus 5 durur. Bölünsün 2A deyəndə x kvadratın əmsalı 1-dir, 2-yə bölünür. Burada 2'lər ixtisar gedir 0-dan böyük şərtinə görə.
Deməli, olacaq mənfi k plus 5, yəni 5 minus k böyükdür 0, k kiçik olacaq 5-dən. K-nın qiyməti 5-dən kiçik olmalıdır. Əlavə olaraq da biz nəyi qeyd edək? N-in qiymətinə diqqət edək. N də 0-dan kiçik olmalıdır. Mənfi b-nin kvadratı 4k minus 5-in kvadratı minus 4k-nın kvadratı bölünsün 4a-ya, yəni 4-ə. Bu da 0-dan kiçik olmalıdır. Yuxarıda, deməli, 4-ləri ixtisar aparsaq, sonra mənfini vursaq sürətə olacaq k-nın kvadratı minus k-nın kvadratı plus 10k, sonra üzərinə əlavə edirik. Daha doğrusu y dəyişinə görə çıxırıq 25 olur 0-dan kiçik. Sonra k-nın kvadratları burada islah olur. K-nın qiyməti 25, ona bölsə 2/5. Təpə nöqtəsi 4-cü rübə yerləşər. Gəlin diqqət edək bu ifadələrə. Deməli, birinci təpə nöqtəsinin absisini götürdük. Deməli, mənfi b bölü 2a düsturuna görə 2 vurulsun k minus 5 böldük. 2 vurulsun x kvadratın əmsalı 1-ə oldu 2. 2 ilə ixtisar getdi. Mənfi k plus 5 oldu. 5 minus k 0-dan böyük. K-nın qiyməti 5-dən kiçik. Bu bir şərt. İkinci şərtdə nə etdik? Deməli, mənfi d bölünsün 4a düsturudur. Mənfi b kvadrat minus 4ac yazırıq. 4 vurulsun k minus 5-in kvadratı minus 4k-nın kvadratı olur. Sonra 4-lər ixtisar getdi. Mənfini sürətə vurdu. K-nın kvadratı minus k minus 5-in kvadratı olacaq. K minus 5-in kvadratını da açanda olur. K-nın kvadratı minus qarşısında mənfi var deyə plusa çevriləcək. 10k plusu 25 minusu 25 olmalıdır. Bunu da 0-dan kiçik götürürük. K-nın kvadratları islah olur. Sonra 10k minusu 25 0-dan kiçik olur. 25 sağa keçirib 2-yə 10-a bölsə 2/5. Deməli, k-nın qiyməti 2/5-dən kiçik, həmçinin 5-dən kiçik, orta həlli 2/5-dən kiçikdir. Deməli, ən böyük qiyməti k-nın ala biləcəyi ən böyük qiymət elə 2 olur. Növbəti sual. Sual bir qədər tam görsənmir. Deməli, b üstü 6'da 7 bərabərdir. 11 sual tam görünmür. Burada əgər hesablama versək yanlış nəticə alarıq. 12-ci suala diqqət edək. ABC üçbucağında AB-ni 5-ə bərabər verir. BC-ni 12 qeyd edib. Deməli, ABC üçbucağında AB-ni 5 verib, BC-ni 12 verib, bucaq B-ni 90 dərəcə verib. BA vektoru minus BC vektoru. BA vektorundan BC vektorunu çıxsaq, əksi ilə üzərinə gəlmək deməkdir. Bu bizə CA vektorunu verəcək, CA vektorunun uzunluğu deməli. CA vektorunun uzunluğu da Pifagor teoreminə görə tapırıq ki, buranın da qiyməti 13-ə bərabərdir. Cavab C variantı. Sonra doğranı 5 kök atdı ki, N kəsiyinin sahəsi, ox kəsiyinin sahəsi daha doğrusu, diqqət edək. Konus çəkək. Konusda doğranı 5 kök atdı 2-dir. Sonra ox kəsiyinin sahəsi, ox kəsiyi bərabər yanlı üçbucaqdır. Təpə nöqtədən hündürlük çəksək, bura h desək, aşağı radius desək, sahəsi 25-dir. Deməli, 2 r h-a vurub 2-yə bölmək lazımdır. O zaman RH-ın qiyməti olacaq 25, tam səthinin sahəsini tapın. Tam səthinin sahəsi PRL üzərinə əlavə edirik, PR kvadratdır. Deməli, h-ın kvadratı ilə r-in kvadratının cəmi. Bizə 5 kök atdı 2-nin kvadratını verir. O da 25, 50 edir. Deməli, tam səthinin sahəsi olacaq PRL. Üzərinə əlavə edirik PR kvadrat. PR kvadrat.
Ox kəsiyinin sahəsi 25, konusun tam səthinin sahəsini tapaq. Yəni diqqət edək. Deməli, kvadratları cəmi 25, hasilləri, daha doğrusu kvadratları cəmi 50, hasilləri 25 olan ədəd. Elə 5 ilə 5 də götürmək olar. Hündürlüyü də 5, radiusda 5 qəbul etmək olar. Bunları qəbul etdikdən sonra doğranın qiyməti əlimizdə var. Pi'ləri saxlayırıq. Radiusun qiyməti 5, doğranı 5 kök altda 2. Pi r qarşıya çıxarsaq, l plus r qalır. Bu ifadəni sadələşdirsək olacaq 5pi, içəridə 5 kök altda 2 plus 5. 5'ləri qarşıya çıxarsa olacaq 25pi vurulsun kök altı 2 plus 1. 25pi içəridə kök altda 2 plus 1. B variantı. A parametrin hansı qiymətində kökləri qarşılıqlı tərs ədədlər olar. Yəni diqqət edək. Bizə verilən ifadəyə 14-də ax kvadrat minus 9x plus 3a plus 4 bərabər 0. Kökləri qarşılıqlı tərs ədədlər olarsa, tərs ədədlər olması üçün nə etmək lazımdır? Deməli, kökləri qarşılıqlı tərs ədədlər olarsa, 3a plus 4 ifadəsini bölürük a-ya və qarşılıqlı tərs ədədlər olduğuna görə bunların hasilləri 1-ə bərabər olmalıdır. Hasilləri 1-ə bərabər götürürük və 3a plus 4 ifadəsi a-ya bərabər olur. 2a ifadəsi mənfi 4, a-nın qiyməti mənfi 2 olur. A-nın qiyməti mənfi 2 olur. Deməli, növbəti sual funksiyasının ibtidai funksiyalarının ümumi şəklini göstərin. Diqqət edək 15-ci suala. Deməli, integral mənfi 12 üstü x üstü 5 dx hesablayırıq. Deməli, mənfi 12 çıxır qarşıya. X üstü 5 plus 1 bölünsün 5 plus 1 yazırıq. Üzərinə əlavə edirik c-ni. Və sadələşdirəndə nə alırıq? 5 plus 1 6, 12 ilə ixtisar getsə mənfi 2 x üstü 6 plus c. Mənfi 2 x üstü 6 plus c şəklində olur. Növbəti sualımıza baxaq. Deməli, uyğun tərəfi paralel bucaqların biri digərindən 42 dərəcə kiçikdir. Biri digərindən 42 dərəcə kiçikdirsə, nə edirik? Böyük bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri paralel bucaqların birini x götürsək, o birini x plus 2 42 götürürük. Bunların cəmi 180 yazırıq. X-i tapanda 180-dən 42-ni çıxırıq, bölürük 2-yə. 180-dən 42-ni çıxanda doğru cavabımız 138. 2-yə bölsək olacaq 69. Nə istəyir? Böyük bucağın dərəcə ölçüsünü tapın. 180-dən də 69-u çıxırıq. Doğru cavabımız 111. Böyük bucağın biri digərindən 42 dərəcə kiçikdir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli, diqqət edək. Deməli, uyğun tərəf paralel bucaqların biri digərindən 42 dərəcə kiçikdir. X plus 2 42 götürdük. Böyük bucağın dərəcə ölçüsünü tapın. 111 dərəcə C variantı. Əvvəlcə variant görmədi. C variantı. ABC və CDE kongruent bərabər tərəfli üç bucaqlarından və OO1 medianların kəsişmə nöqtəsindən kəsmə nöqtəsidir. C nöqtəsi AE parçası üzərindədir. Sonra BO-nun qiymətini verib 4 kök altda 3-dür. AO1E trapesiyasının sahəsini tapın. Daha doğrusu orta xəttini tapın. Orta xəttini tapmaq üçün OO1 nöqtələri arasındakı məsafəni tapıb sonra hesablamaya davam etmək olar. Deməli, 17-ci sualda nə edək? Kongruent bərabər tərəfli üç bucaqlarında verib. BO-nun qiyməti buradan çəksə, bu kəsmə nöqtəsindən
BO-nun qiyməti 4/3-dürsə, bu ümumi median və yaxud da hündürlük fərqi yoxdur. 4/, deməli A bölü 2 vur kökatda 3. A-nın qiyməti, bunu yazaq. A kökatda 3 bölü 2. Bunun 3də 2 hissəsidir. 3də 2 hissəsi bizə 4 kökatda 3 verib. Burada 2-ləri ixtisar aparsaq, kökatda 3-ləri ixtisar aparsaq, A-nın qiyməti 12-yə bərabər olacaq. Tərəf 12-dir. Tərəf 12-dirsə, deməli O nöqtəsindən O1-ə qədər məsafəni necə taparaq? Tərəf 12-dirsə, AE-nin uzunluğu o zaman olur 12, 12, 24. Gəlin diqqət edək bir şeyə. AO nöqtəsi C ilə O1 nöqtəsini birləşdirsək, burada AO, O1, C paralleloqram alınacaq. Bu paralleloqrama görə də O ilə O1 arasındakı məsafə ilə OC-yə bərabərdir. Və bu OC-yə bərabər olmasından nə əldə edirik? Yəni 12-yə bərabərdir. Deməli, orta xəttin qiymətini tapanda yuxarı 12, aşağı 24 toplayıb 2-yə bölmək lazımdır. 36, 2-yə bölsək 18. Növbəti, hasilinin sonuncu rəqəmi 1 olarsa, n plus n cəminin ən kiçik qiymətini tapın. 18-ci suala baxaq. Deməli, hasilinin bir-birinə vuranda sonuncu rəqəmi 1 olarsa, deməli, elə birinci ifadə 3 ilə bitir, ikinci ifadə 7 ilə bitir ki, bunların hasilləri sonuncu rəqəmi 1 olur. Deməli, nə etmək lazımdır? 16 plus ən kiçik qiymətini taparkən 16 plus 5m-ə 1 desək, 5m olacaq mənfi 15, m-in qiyməti mənfi 3. Sonra 4 plus 3n ifadəsinə 1 desək, 3n 3 olur, n-in qiyməti 1 olur. 1 mənfi 3, 1-i 1 toplasaq, mənfi 2 alınır. Yəni, diqqət edək başqa. Bu ifadələr 0 qiymətini alsa da, m-in natura ədədləridir. O zaman deməli, m-in tapdığımız qiyməti yanlış qiymətdir. Bunu 1 götürmək olmaz. Natura qiymət olarsa, nə etmək olar? M-ə 1 versək, 5, 21 edir. 3 üstü 21. M-ə 1 versək, 5, 3 üstü 21. 3 üstü 21-in hansı rəqəmlə bitdiyinə diqqət edək. N-in qiyməti onsuz da 1 qiymətini aldıq. 3 üstü 21-ə baxaq. 3-ün birinci qüvvəti 3-dür. İkinci qüvvəti 9, üçüncü qüvvəti 27, dördüncü qüvvəti 81, 3-ün 5-ci qüvvəti yenə 243, 3 ilə bitir. Yəni 21-i bölək 4-ə. 5, qalıq 1. Qalıq 1-dirsə, deməli 3 ilə bitəcək. 3 ilə bitməsi bizim işimizə uyğundur. Çünki ikincə 7 ilə bitib 1 olanda. Deməli, m-in qiyməti də elə 1 olacaq. M-in qiyməti də 1 olur. 1 qiymətində mümkündür. Cavab 3 ilə bitəcək birinci. 3 üstü 16 plus m ifadəsi. N-in qiymətinə də 1 verəndə 3 üzərini 4 gələndə gəlin onun üçün də diqqət edək. Deməli, ifadəyə 1 versək, burada da mənfi 3 alınır. Mənfi 3 3-ə bölündə mənfi 1 edir. Deməli, n-in qiyməti olmaz. İndi n-in qiymətinə 1 versək, olacaq n-in qiyməti 1 olanda 7 üzəri 3, 4, 7. 7 üstü 1. 7 edir. 7 üstü 2. 49 edir. 7 üstü 3. 9, 7-nin axırı 3 ilə bitəcək. 7 üstü 4. 3-ü 7-yə vuranda axırı 1 ilə bitəcək. Bizə deməli, birinci ifadəmiz 3 ilə bitdiyinə görə ikinci ifadəmiz 5 olsa axırı deməli 7 ilə bitəcək. Bizə lazımdır nə? 7-ni 4-ə bölürük, olur, qalıq 3. 3 olarsa sonu 3 ilə bitir. Birinci ifadə 3 ilə bitir, ikinci ifadə 3 ilə bitirsə düzgün alınmır. Çünki 1 ilə bitməyəcək. Yəni, diqqət edək başqa. Başqa qiymət verək. N-ə 2 versək,
N'in qiymətini 2 versək, olacaq 7 üstü 6, 4 gəlsək 10. 7 üstü 10. 7 üstü 10-u 4-ə bölsək, qalıq 2, 9 ilə bitəcək. 9-u 3-ə vursaq olmaz. Deməli, bu da ödəmədir. Keçək növbətiyə. N-ə 3 versək, deməli 7 üstü 9, 13 olacaq. 13-ü bölürük 4-ə. 13-ü 4-ə böləndə eləyəcək, qalıq 1. Qalıq 1 isə 7. Aha, deməli, N3 qiyməti. N1, N3 toplasaq, doğru cavabımız 4. Düz prizmanın oturacağının diaqonalları 12, 16 olan rombdur. Yan səthinin sahəsi. Deməli, oturacağın diaqonalların veribsə, oturacağın sahəsini tapmaq olar. Hasillərinin yarısı. 12-ni 16-ya vurub 2-yə bölmək lazımdır. 96 edir. Yan səthinin sahəsi. 320, onun hündürlüyünü tapın. Yan səthinin sahəsi isə, deməli, perimetr, oturacağın perimetri vurulsun. H ilə hesablanır. H. Oturacağın perimetri. Diaqonallar 12, 16 olduğu halda tərəfin qiymətini axtarsa, yarısının 6, 8, 10 eləyəcək. 4 dənə olduğuna görə tərəflər, yəni rombdur, 4-ü aya vurur, yəni 40, 40-ı hündürlüyə vuracam. Cavab 320 eləyəcək. Buradan hündürlüyün qiymətini hesablasam, doğru cavab 8. Hansı kəskin iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Deməli, 1, sonra 4, 5. A variantı. Keçək növbəti sualımıza. Birinci sualda. Permütasiya 10-dan 3 vurulsun 7-dən 7 üzrə 225 əlavə edir və alınan ifadənin 100-ə bölünməsindən alınan qalığı tapın deyir. Nə etmək lazımdır? Deməli, P10-dan 3-ü hesablasaq, P10-dan 3 bərabər olacaq 10 faktorial, aşağıda 7 faktorial. Sonra 7-dən 7 7-yə bərabərdir. Bu ifadəni sadələşdirsək, sürətdə qalacaq 8, 9, bir də 10. 720. 721-ci ifadənin cavabıdır. İkinci ifadənin cavabı 7-dən 7. 7 faktorialı verəcək. Üzərinə əlavə edirik 200. Daha doğrusu 225. Burada belə etsək. 7 faktorialları ixtisar aparsaydıq, bizə 10 faktorial qalacaqdı. 10 faktorial üzərinə əlavə olunsun 225. 10 faktorialın tərkibində deməli bir dənə 10 var, 2 ilə 5 də var, o da 10 eləyir. Deməli sonuncu 2 rəqəmi deməli 2 sıfırla bitə bilir. Son 2 rəqəmi 2 sıfırdır. Üzərinə əgər 225 gəlsə, deməli son 2 rəqəmi 25 ilə bitəcək. Son 2 rəqəmin 25 ilə bitməsi o deməkdir ki, 100-ə bölünməsindən alınan qalıq da 25-ə bərabərdir. Növbəti, fx bərabərdir funksiyası üçün törəmə -1-in qiymətini tapmaq lazımdır. Edəcəyimiz nədir? F-in törəməsini tapsaq, olacaq, deməli, 2x üstə gəl 3 üstü -5-in törəməsini tapırıq. Törəməsinə baxaq. Olacaq, -5 çıxacaq qarşıya, 2x üstə gəl 3-ün üstü -4 vurulsun. 2x plus 3-ün törəməsi 2 eləyəcək. Bu ifadədə x-in yerinə -1 yazıb cavabı hesablamalıyıq. -10 vurulsun. 2-ni -1-ə vuranda deməli, -2 eləyəcək, üzərinə 3 gəlsə 1 eləyəcək. 1 üstü -4, bu da 1 eləyir. Doğru cavabımız -10. E variantı. ABC üçbucağında B iti bucaq təpəsindən BD medianı çəkilib. ABC üçbucağında B təpə nöqtəsindən BD medianı çəkilir. AB 2-yə bərabərdir. Sonra BC 2 kök altda 2-yə bərabərdir. CBD bucağı
SBD bucağı 30 dərəcədir. CBD bucağı 30 dərəcədir. ABC bucağının dərəcə ölçüsünü tapın. Üzr istəyirəm. CBD bucağı. Deməli, burası 30 dərəcədir. Bizdən istədiyi ABC bucağının dərəcə ölçüsünü tapın. Deməli, biz buradan x-in qiymətini tapsaq, artıq ümumi cavabı tapmış olarıq. İti bucağının təpəsindən BD medianı çəkilib. Verilənlərə diqqət edək. Burada əlavələr etsək. Deməli, K nöqtəsi qeyd eləsək, D nöqtəsi orta nöqtə kəsişir. O zaman paralleloqram alarıq. Paralleloqram alsa buranı 2 götürərik. Bizdən istədiyi ABC bucağının x-in qiymətini tapmaqdır. Deməli, sinuslar teoreminə diqqət edək. Sinuslar teoremində deməli nələr yazmalıyıq? Alfa bucağının qarşısındakı 2 kök adlı 2 ifadəsini 2 kök altında 2 ifadəsini bölürük sinus alfaya bərabərdir. 2-ni bölürük sinus 30 dərəcəyə. Sinus 30 dərəcə 2-də 1-dir, 4 eləyir. Sinus alfanın qiyməti olacaq. Deməli 4, 2 kök adlı 2 bölünsün 4-ə. Bu bizə verəcək kök adlı 2 bölünsün 2-ni. Alfanın qiyməti olur 45 dərəcə. Alfanın qiymətini 45 dərəcə götürsək, deməli ilə x-in də qiyməti 45 dərəcə olur. Bunu da qeyd edək. X-in qiyməti 45 dərəcə olandan sonra x ilə deməli 30 dərəcəni toplasa, yəni 45 ilə 30 dərəcəni toplasa, doğru cavabımız 75 dərəcə. Verilən ifadədə deməli limiti hesablamaq lazımdır. Trigonometrik formada olan ifadədir. Demək, kosinus kvadrat, diqqət edək, 24-də. Kosinus kvadrat 4x. 1 minus sinus 4x. Kosinus kvadrat 4x-i deməli
X'in yerinə pi bölü 8 yazsaq, 4'ü pi bölü 2 edir. Kosinus pi bölü 2 0. 1 0. Törəməsini ala bilərik. Bu ifadəni sadələşdirib törəməsini ala bilərik. Kosinus kvadrat 2x. Daha doğrusu kosinus kvadrat 4x. Törəməsinə baxaq. Olacaq 2 vurulsun kosinus 4x. Vurulsun kosinus 4x'in törəməsi mənfi sinus 4x. Bir də 4x'in törəməsi 4 edəcək. Bunu tapdı. Bunu tapandan sonra məxrəcə baxaq. 1'in törəməsi 0. Məxrəcdə mənfi. Sinus 4x'in törəməsi birinci kosinus 4x'dir. Sonra kosinus 4x vurulsun 4'ə. Burada kosinusları sadələşdirək. Yəni ixtisar getdi. 4'ləri sadələşdiririk. Yerdə qalan ifadə mənfilər də ixtisar gedir. 2 sinus 4x. X'in yerinə pi bölü 8 yazsaq, 4'ü pi bölü 8'e böləndə 2 vurulsun sinus pi bölü 2 qalır. Pi bölü 2 1, 2'ye vuran doğru cavabımız 2. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük tənbih arasında bucaq 20 dərəcə olarsa, bu üçbucağın böyük iti bucağının dərəcə ölçüsünü tapın. Deməli 25. Deməli birinin alfa, birini beta ölçüsü, alfa minus beta bölü 2 20'ye bərabərsə, alfa minus beta 40 dərəcə olur. Amma düzbucaqlı üçbucağın iti bucaqların cəmi də yadınıza salsaq, cəmi 90 dərəcə olur. O zaman bizdən istədiyi böyük iti bucağı tapın. Yəni alfanın qiymətini tapın. 40 ilə 90'ı toplayıb 2'ye bölmək lazımdır. 130 65. Sonra davam edirik növbəti sualımıza. 26-cı suala. Tənliyinin mənfi 2pi 4pi parçasında neçə həlli var? Deməli, kosinus x 0'a bərabər olmalıdır. Kosinus x 0'a bərabər olsa sinus x 1'ə bərabər olur. Həmçində mənfi 1'ə bərabər olur. 1 minus sinus x bərabər olacaq 0'a. Sinus x'in qiyməti 1 olur. Yəni bu 1 qiymətini ala bilməz. Çünki məxrəc 0 olacaq. Onda kosinus x'in qiymətini 0 qiymətlərini axtarırıq. Amma kosinus x'in 0 qiymətində 1 sinus x müsbət 1 ola bilərdi. Bir də mənfi 1 ola bilərdi. Müsbət 1 olsa cavab ödəmir, amma mənfi 1 olsa cavab ödəmir. Yəni elə bunu həll etmək bizim birinci ifadənin cavabını tapmaq deməkdir. Sinus x mənfi 1 qiymətini axtararkən bu bizə verəcək 270 dərəcə. 270 dərəcə. İndi 270 dərəcələrdə mənfi 2pi, yəni mənfi 360 dərəcədən 4pi. Deməli, 720 dərəcəyə qədər neçə kökü var? Onların sayına baxırıq. Mənfi 2pi, mənfi 360'dır. 720 isə, 4 vurul 180'ə 720. Deməli, mənfi 360 dərəcəyə qədər bir kökü var. Sonra müsbət 360 dərəcəyə qədər bir kökü, 360'dan 720 dərəcəyə qədər bir kökü var. Toplasaq ümumilikdə 3 kökü var. Növbəti. 27-ci sualda. Uyğunluğu tapın deyir. Uyğunluğu tapmaq üçün nə etmək lazımdır? Birincidə alfanın yerinə 0 yazsaq, sinus 0'da 0'dır, üzərində 2 gəlirik, 2 olur. Pi bölü 2 yazsaq 1, 3 olur. Deməli, ən kiçik qiyməti 2, ən böyük qiyməti 3. 1'ə oldu B və E. Bir də B və E. İkincidə, kosinus 0'da 1'ə bərabərdir. Deməli, kosinus 0'da 1'ə bərabər, 1'dən 1 çıxsa 0. Kosinus pi bölü 2'də 0'a bərabərdir, 1 çıxsa mənfi 1. Deməli, ən kiçik qiyməti mənfi 1'dir, ən böyük qiyməti 0'dır. Mənfi 1 C, bir də ən böyük qiyməti 0 D. Sonra gələk üçüncüdə. Bu ifadə bizə verir kök altında 2 sinus alfa plus pi bölü 4.
Bu ifadənin qiyməti ən kiçik mənfi kök adlı 2-dən, ən böyük üçün müsbət kök adlı 2-dir. Yəni bu ifadə üçün bunları qısaca qeyd etmək olar. Bizim də edəcəyimiz sıfır qiymətinə diqqət edək. Deməli, ümumilikdə alfanın qiymətini burada verir. 0 ilə pi bölü 2 arasında. 0 versək, sinus pi bölü 4 olur. Kök adlı 2 bölü 2 olur. Bu da 1 eləyir. 0 versək. Deməli, alfa 0 olanda a-nın qiyməti oldu 0 pi bölü kök adlı 2 bölü 2, 1. İndi alfanın qiymətinə pi bölü 2 verək. Pi bölü 2 versək, 90, 90 üstə gəl. Deməli, 45 olacaq. Deməli, 90, o bizə verəcək. Sinus, yəni 45 dərəcəni verir. Sinus 45 dərəcə. O da kök adlı 2 bölü 2-dir. Bunu da vursaq, kök adlı 2-yə yenə də bu eləyəcək. Deməli, bu ifadə eləyəcək 1. Amma alfa bu aralıqda pi bölü 4 qiymətini versək. Alfaya bu aralıqda pi bölü 4 qiymətini versək, o zaman nə olur? A-nın qiyməti olacaq pi bölü 2, pi bölü 2 sinusda 1-dir, kök adlı 2-yə vuranda kök adlı 2 eləyir. Deməli, üçüncüyə də uyğun olacaq A variantı. Amma alfanın 0 ilə pi bölü 2 aralığı deyil, daha doğrusu qiymətləri deyil, pi bölü 4. Bu aralıqdan pi bölü 4 qiymətini verir, cavabı tapdıq.